Salam dostlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugünkü videomuz yeni bir meyvə var. Adı deməyəcəm hələ nədir. Sona yaxın deyəcəm. Bunu neçə vaxtı axtarırdım. Əslində görmüşdüm marketdə. Bir neçə dəfə getdim almağa. Dedilər qutarıb. Sonra dedim ki, onu nə vaxt gətirərsiniz? Dedi sifariş verin. Xahiş eləmi gətirsinlər. Ümumi belə deyim də bir hardasa 20-25 gün biraz gözlədim ki, bunu rastıma gəlsin alım. Həm də evdə də uşaqlara söz vermişdim ki, bir yerdə alacam, video çəkərik. İndi buradayıq. İstəyirik bunu başlayaq. Dostlar, belə bir meyvədir. Səbətdədir. Bunun 100 qramı 5 manat 99 qəpik pul vermişəm. Yavaş-yavaş bunu açaq. Sən də kömək elə aydın. Ay, sağ ol. Bunu belə. Şurada açalım belə. Belə bir meyvədir. Mən gətirdim. Götür göstər. Sən də götür göstər. Baxın, belə bir meyvədir. Yarpaqların içində. Belə. Yarpaqların içində. İçindən belə çıxır. Belə çıxır. Sən də az göstər amma. Necədir? Baxın. Yarpaqların içindən belə çıxır. Bunu yergilası da deyirlər. Çili pomidorlar var. Ona da bənzədirlər. Müxtəlif adlar deyirlər buna. Bunun vətəni Amerikadır. Subtropik yerlərdə əsasən yetişir və Meksikada 46 növ var. İstehsal edib satırlar. Buyur, de oğlum. Ne sözün var? Tamam. Mən bunu 6'ya oxşadım. 6'ya oxşadarsan? Ola bilər. 6'ya oxşadarsın. Çünki yəqin boyuna görə 6 edirsən. Balacadır. Amma elə alça var ki, bundan böyük olur. Məsəl üçün, böyük alçalar da olur. Görmüsən düzdür? Aylin, sən nəyə oxşadırsan bunu? Gilasa oxşadıram. Gilasa? Aferin sən, düz deyirsən, gilası da oxşayır. Buna yer gilası deyirlər, müxtəlif adlar deyirlər. İndi sona yaxın deyəcəm bunun adı nədir? İyinə də baxaq. Nə iyi gəlir amma? Banan. Banan iyi gəlir. Banan iyi gəlir. Səncə nə iyi gəlir? Şirin tümbiri. Şirin tümbiri iyi gəlir. Biraz gec vaxtı olduğuna görə. Siz dadına baxmıyorsunuz, hə? Siz baxırsınız? Yox. Baxmırsınız. Niyə baxmırsınız? Ona görə deyim ki, məlum olsun. Biraz gec saatlarında olduğuna görə biz adətən alanda, axşam saatlarında uşaqlara vermirik. İstənilən meyvə olsun, nə bilim, digər yeyinti qidaları olsun. Müxtəlif də, yəni hər şey ola bilər. Vermirik. Gündüz vaxtı çalışırıq 6-ya qədər verək. Belə. İndi mən bunun özüm dadına baxacağım. Sizə deyəcəm ki, nədir, necə bir şeydir. Bunu götürmüşəm mən. Bunu da belə götürürük. Belə qopardırıq. Belə bir şeydir. Baxın. Dostlar, belə çıxdı, belə yumru kimi. Rəngi basketbol topunun rənginə oxşayır. Biraz narıncı ilə sarı və qızılı rəngin qarışığıdır. Bəli. Biraz yüngül yapışqanlıq da nəsə var üstündə. Yəqin bunun öz şirəsidir. Üstünə dağılıb. İndi dadına baxacağım. Bax, içi belədir. Dostlar. Belə. Prosta dadı birinci turşməzə bir dadı gəlir. İçində xırda belə pomidorun içində necə o xırda toxumlar olur ha. Bax, baxın. Bilməm görürsünüz yoxsa belə bir şeydir, məhsuldur, meyvədir. Aslında yaxşıdır. Prosta eksotik meyvədir. Bu müxtəlif dad qarışıqları var. Belə tutmaq olmur, nədir? Gəl bunu biraz yesəm. Çox sağ ol dedim. Elə mən yerim ki. Bəsdir. Ayrım bəsdir.
Açma. Bəzi şirin çıxır, bəzi turşməzi olur. Sərfəqə gətir gəlim. Əlimi silim qoy. Rama götürə bilərəm sərfəqə. Baxın belə bir meyvədir. Hara getdiniz? Nə oldu? Sərfəqə gətir. Hə, Mən get. əlimi yumuyum. Mən sərfəqə yumuyum. Bir də mənə verəsiniz sərfəqəni. Belə bir maraqlı meyvədir. Dediyim kimi 100 qramı Özümdə. 5 manat 99 qəpik almışam. Dostlar, biz belə qərara gəldik ki, mən yedim, uşaqlar da baxdı. İstədilər ki, onlar da dadına baxsın. Ona görə mən də ürəyimdə özümə dedim ki, yox, hərəsi bir dişdim yesin, baxsınlar, görək necədir dadı. Gəl bir dənə bunu. Amma Əmin deyəm, istəsin. birinci rama dişləsin. İşte ama hansı? Bəlkə hərəsi bir dənə yesin. Bax. Dişdə görək. Ay, hamısını yeriz. Ver bunu da Aylənə verərik. Çox olmaz ona görə. Yoxsa ki burada var, yəni verə bilərik. Sadəcə ye. Dadı qırmızı girasla portağalın qarışımıdır. Doğrudan. O deyirsən. Mən tam tuta bilmədim dadı nədir. Səndə qızım necədir? Nə dadı gəlir? Gilasla pomidora oxşuyur. Gilasdan pomidor oxşuyur. Aferin sənə. Oldu. Dadına baxdınız. İndi nəsə fikirləriniz var, yoxdur bunun haqqında. Sən deyir, amma sonra Aylin desin, sonra mən danışım, videonu bitirək. Ata, niyə kağızın içine qoyublar bunu? Bunun kağızın içine qoymurlar. Bu əslində onun yarpağıdır, kağız kimidir. Ona görə ki, bunu soyuqdan, yəni istidən qorumaq üçün ki, xarab olmasın. Əsasən bu. Aha. Başqa sualın yoxdur. Bunu bağlayanda isti olur. Hə də, yəni ki, bu onu qoruyur ki, bu meyvə xarab olmasın. İndi Aylin, sənin nə sualın var, nə fikrin var? Buyur de. Fikrim var ki, bu niyə dairədir ki? Bu niyə dairədir? Belə yaradılıb da, indi bu dairə formasında olub. Ona mən nə deyə bilərəm ki? Onu qeyd edeyim ki, bu meyvənin adı fizalistir. Bir çox növ var. Zəhərli deyil. Alıb rahatlıqla istifadə edə bilərsiniz. Amma hər gün də alınıb yeyiləsi bir meyvə deyil. Mən düşünürəm ki, banan, portağal və digər öyrəşdiyimiz meyvələr bundan daha yaxşıdır. Həm də bunun kilosu belə baxanda çox baha gəlib çıxır da. Təsəvvür edin ki, 100 qramı əgər 6 manata yaxınsa, 1 kilosu 60 manata yaxın gəlib çıxır. Ona görə də elə belə bir dəfə alıb dadına baxıb istifadə etmək olar. Yəni test eləyin ki, görək necədir. Belə dostlar, Test TV izləyib, abunə olub, fikirlərinizi rəy bölməsində yaza bilərsiniz, like ata bilərsiniz. Bizə baxdığınız üçün çox sağ olun, təşəkkür edirəm. Hələlik, sağ olun, uşaqlar. Sağ olun dostlar.